Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 5-ci sinif Namazov Riyaziyyatdan Çalışmalar kitabının 1-ci hissəsindəki tapşırıqlarımızı sizinlə birlikdə həll etməyə davam edirik. Artıq səhifə 20-dəyik. Bugünkü mövzumuz natural ədədin kvadratı və kubudur. Burada nümunələrlə izah eləyir. Biz isə çalışmalara başlayırıq. Bir də deyir kvadrat şəklində yazın. 8 vur 8. Yəni 8-in kvadratı deməkdir. 8 üstü 2 deməkdir. Sadəcə yazırıq, həllini deməyibdir bizə. Ona görə bu cür bərabərdir yazacaqsınız. 11-in kvadratına bərabərdir burada x-in kvadratına. Burada 17-nin kvadratına. Burada 19-un kvadratına. Burada da 30-un kvadratına. Burada isə deyir kub şəklində yazın. Görürük ki, hər biri 3 dəfə özünə vurulub. Ona görə bu bərabərdir 9 üstü 3-ə, yəni 9-un kubuna, bu 14-ün kubuna, bu y-nin kubuna, bu 15-in kubuna, bu 22-nin kubuna, bu da 25-in kubuna. 2-də deyir hesablayın. 5 üstü 2 bərabərdir. Təbii ki, yazıb yazacaqsınız. Məndə yer yoxdur deyə aşağıdan yazıram. Onun kvadratı, yəni onu 2 dəfə özünə vururuq 100. 12-nin kvadratı 144 ümumiyyətlə. Yaxşı olar ki, 20-yə kimi kvadrat və kubları əzbərləyəsiniz ki, bu cür tapşırıqları daha asanlıqla həll edəsiniz. 15-in kvadratı 225-dir. 19-un kvadratı 361-dir. 23-ün kvadratı 529-dur. 6-nın kubu 216-dır. 8-in kubu 512-dir. 11-in kubu 1331-dir. 15-in kubu 3375-dir. Yəni bunu bilmirsinizsə 15-i 3 dəfə özünə vururuq. 15-i ən azı kvadratını bilirsiniz ki 225-dir, düzdürmü? 225-i də 15-ə vurub kubunu tapırsınız ki 3375-dir. 3-də deyir ki, verilmiş ədədlərin hansı ədədin kvadratı və ya kubu olduğunu müəyyən edin. 81 bilirik ki, 9-un kvadratıdır. Bərabərdə 9-un kvadratı yazırıq. 121 isə 11-in kvadratıdır. 144 12-in kvadratıdır. 225 15-in kvadratıdır. 289 9 ilə qutarırsa, aydın məsələdir ki, bir dənə 7-ni 7-yə vuranda 9-la qutar. Ona görə bu 17-nin kvadratıdır. 1 ilə qutaranda təbii ki 9 olmalıdır sonda. Bu da 19-un kvadratıdır. 400 isə 20-nin kvadratıdır. Burada da kublardır yəqin ki 512 və yaxud da dedik 8-in kubu 512-yə bərabərdir. 8 üstü 383 oxşadır. 729 isə 9-un kubudur. Dediyim kimi siz bərabərdir yazıb qabağında yazırsınız. 1000 10-un kubudur. 1331 11-in kubudur. 2197 isə 13-ün kubudur. Keçdiyi səhifə 21-ə. Deyir qanuğunu müəyyən edin, növbəti 2 ədədi yazın. 1, 16, 49, 10. Bunlar kvadratlardır, tam kvadratlardır. Yəni bir ədədin kvadratı olan ədədlər tam kvadrat sayılır. Amma ardıcıllıq yox, 10 axı kvadrat deyil. Baxaq gör də burada nə demək istəyir. Bu 1-in kvadratıdır, bu 4-ün kvadratıdır, bu 7-in kvadratıdır. 10 nədir bura yazdılar, heç bir aidiyyat olmayan. Niyə 10 yazdılar bura? İkinciyə baxaq görək. Burada 3-ün kvadratıdır, bu 6-ın kvadratıdır, bu 9-un kvadratıdır, bu da 12-in kvadratıdır. Bəli, burada bir qanuna uyğunluq var. Baxın 3 artır ədədlər 3-ün üstünə 3 6, üstünə 3 9, üstünə 3 12. Burada da üstünə 3 15-in kvadratını yazmalıyıq biz burada. Bu da edir 225. Burada baxın, burada da 3 artıb əslində 1-in üstünə 3 4, 4-ün üstünə 3 7, 7-nin üstünə 3 10 eləyir. Burada 100 olmalıdır. Başa düşdük ki, səhv yazılıbdır. Həmişəki kimi Namazov kitablarında belə səhvlər olur. Deməli biz indi 13-ün kvadratını yazmalıyıq. Yəni, bunlar yazmağa ehtiyac yoxdur. Siz sondakı ədədi tapırsınız. Mən izah eləmək üçün yazıram ki, yəni bunlar nədir? Hansı ədədin kvadratıdır? 13-ün kvadratını yazmalıyıqsa, bu da 169-dur. Bura baxırıq.
Bunlar artıq kubdur. 27 bilirik ki 3-ün kubudur. Bu 1-in kubudur. Bu 3-ün kubudur. 125 5-in kubudur. 343 7-in kubudur. Baxırıq 2 2 artıb üstünə 2 gəlib 3, üstünə 2 gəlib 5, üstünə 2 gəlib 7, üstünə 2 gələcək 9. Deməli biz 9-un kubunu yazmalıyıq. Bu da eləyir 729. Dördüncüyə baxırıq. Bunlar kvadratlardır. 4 2-nin kvadratıdır, 36 6-nın kvadratıdır, 100 10-un kvadratıdır, 196 isə 14-ün kvadratıdır. Baxırıq yazdığımız ədədlər 2, 6, 10, 14, 4 4 artır. 14-ü 4 vahid artanda 18 eləyir. Deməli növbəti ədəd 18-in kvadratı olmalıdır. O da olur 324. Qara rəng eləyək ki, seçilsin yazdıqlarımız. 64 8-in kvadratıdır. Həmçinin 4-ün kubu da ola bilər. Baxaq görək. 125 heç nəyin kvadratı deyil. Deməli burada kublardır. Bu 4-ün kubudur. Bu 5-in kubudur. 216 6-nın kubudur. 343 7-nin kubudur. Bir artdı. Biz deməli 8-in kubunu yazmalıyıq. O da eləyir 512. Bura baxırıq 8 2-nin kubudur. 125 5-in kubudur. 512 8-in kubudur. 1331 11-in kubudur. 2-nin üstünə 3 gəlib 5, 5-in üstünə 3 8, 8-in üstünə 3 11, 11-in üstünə 3 gəlirik. Deməli biz 14-ün kubunu yazmalıyıq. O da eləyir 2744. Keçdik növbəti 5-ci tapşırığa. Deyir 30 və 150 ədədləri arasındakı tam kvadratları tapın. Tam kvadrat bayaq da dedik, hansısa ədədin kvadratıdırsa, deməli onlar tam kvadrat sayılır. 30-dan sonra 36 gəlir, 6-nın kvadratı, sonra 7-in kvadratı 49, 8-in kvadratı 64, 9-un kvadratı 81, 10-un kvadratı 100, 11-in kvadratı 100 yazmalıydım. 100 yer çatmadı, buradan yazacağım. 11-in kvadratı 121, 12-in kvadratı 144. 13-ün kvadratı artıq 169'dur. Bizə 150'yə kimi lazım idi. 2-də isə deyir 50 və 500 ədədləri arasında tam kvadratları tapın. Deməli 50-dən sonra gəlir 64. Yəni 8-in kvadratı, sonra 9-un kvadratı, sonra 10-un kvadratı, sonra 11-in kvadratı, sonra 12-nin kvadratı. Nə çox deyir? 50 ilə 500 ədədlər arasında. Niyə bu qədər çox deyir? Yazaq da 169, 14-ün kvadratı 196, 15-in kvadratı 225, 16-nın kvadratı 256, sonra 17-nin kvadratı 289, 18-in 324, 19-un 361, 20-nin 400, 21-in 441 və 22-nin yazacaq 484. Artıq 23-ün kvadratı 529'dur, onu yazmırıq. 6-da isə deyir ki, 60 və 350 ədədlər arasında tam kubları tapın. 60-dan sonra bilirik 64 gəlir, 4-ün kubu. Sonra 5-in kubunu yazacaq, 125. Sonra 6-nın kubu 216, 7-nin kubu 343 və salam. Artıq 8-in kubu 512'dir, bunu keçir. 2-də isə deyir 100 və 600 ədədlər arasındakı tam kubları tapın. 100'dən başlamalıyıqsa 5-in kubundan yazacaq 125, 6-nın kubu 216, 7-nin kubu 343, 8-in kubu 512, 9-un kubu 729, yox 729 artıq yaza bilmərik. Çünki 600'ə kimi demişdim. 7-ci tapşırıqda isə deyir ki, hesablayın. 28'in kvadratından 17'in kvadratını çıxmalı. 28'in kvadratı 784'dür. 17'nin kvadratı isə 289'dur. 14'dən 9 çıxırıq 5. 17'dən 8 çıxırıq 9. 6'dan 2 çıxırıq 4. 2-də deyir 35'in kvadratı. Əslində 30'a kimi yazsaydı bəs eləyərdi. Amma belə böyük ədədlərdə yazıb təəssüf ki. 1335'də 35'ə vuranda eləyir. 28'in kvadratı isə 784'dür.
Çıxırıq 5-dən 4 1, 13-dən 8 5, 12-dən 7 5, 551. Üçüncüyə baxırıq. Onun kubu 1000-dir. 7-nin kubu isə 343-dür. Ondan 3 çıxırıq 7, 9-dan 4 5, 9-dan 3 6, 657. 31-in kvadratı. 31-in kvadratı 961 eləyir. Üstə gəl 6-nın kubu 216 eləyir. 1-dən 6 7, 6-dan 1 7, 9-dan 2 11, 1177. 41-in kvadratı 1681 eləyir. 23-ün kvadratı isə 529-dur. 11-dən 9 2, 7-dən 2 5, 6-dan 5 1, bu da 1, 1152. Altına həll eləyək. 11-in kubu 1331 çıxılsın. 26-nın kvadratı 676. 11-dən 6 5, 12-dən 7 5, 12-dən 6 6, 655. 5-in kubu 125-dir. Üstə gəl. 19-un kvadratı isə 361-dir. Bərabərdir. 6, 8, 4. 486. 7-nin kubu 343. Üstə gəl. 33-ün kubu 1089. Bu da bərabərdir. 12 bir yadda, 12 bir də yadda 13, 3 bir yadda 4, bu da 1, 1432. İndi 8-dədir, suallara cavab verin. Hansı ədədə 15 əlavə etdikdə 8-in kvadratı alınır? Tənlik kimi yaza bilərik. Hansı ədəd bilmirik. Üstə gəl 15 bərabərdir 8-in kvadratı. 8-in kvadratı 64-dür. X-i tapmaq üçün 64-dən 15-ini çıxırıq. X bərabərdir. 14-dən 5 9, 5-dən 1 4, 49. 2-də soruşur 150 ədəddən hansı ədədi çıxdıqda 12-nin kvadratı alınır. 12-nin kvadratı 144-dür. 150-dən 144-ü çıxaraq tənlik kimi də yaza bilərik və yaxud da qısa şəkildə yazaq. 150-dən deməli 6 çıxanda 144 eləyir. Yəni 12-nin kvadratı eləyir. Tənlik kimi yazmalısınızsa yaza bilərsiniz ki 150 çıxılsın x bərabərdir 12-nin kvadratına. 3-də deyir ki deməli 1 budur, 2 budur. 3-də isə deyir hansı iki ardıcıl tək natural ədədin kvadratları fərqi 200-ə bərabərdir. Bu da yenə 5-ci sinif səviyyəsində deyil. Yaxşı olardı ki ən azı 30-a kimi olsun ədədlər. 30-a kimi ədədlərə diqqətlə baxsaq, iki ardıcıl natural ədədlərdə tək ədədlərin kvadratların fərqi heç birində 200 alınmır. Ona görə böyük ədədlər olacaq. Bu biri 51-dir. Bir də 49-dur. 51-in kvadratı 2601. 49-un kvadratı 2401. Bu deyir 200. Ən azı məntiqlə də tapmaq olar ki, məsələn, bilirik ki, 1-i 1 ilə qutaranlar və 9 ilə qutaranlar da kvadratlar 1-ə bərabərdir. Təkliyin 1-ə bərabərdir. Yəni təklik eyni olmalıdır ki, çıxanda onu 0 qalsın. Ona görə sonu 1 və 9 olan ədədlərə baxa bilərik. O da 51 ilə 49-dur dediyim kimi. 4-də deyir hansı iki ardıcıl natural ədədin kvadratları fərqi 85-ə bərabərdir. Burada da yenə təkliklərinə diqqət eləyəcəyik. Məsələn, 1-in kvadratı 1-dir, 2-in kvadratı 4-dür. 4-dən 1 çıxanda 3 eləmir. Bu şəkildə ardıcıl ədədlərə baxanda görürük ki, 13-ün kvadratı 169-dur, 12-in kvadratı 144-dür. Yəni, bunları çıxanda təkliyin 5 eləyir, amma 85 eləmir. Deməli, 13 ilə 12 olmazsa, 23 ilə 22-ni yoxlayırıq. O olmazsa, 33 ilə 32-ni yoxlayırıq. O da olmazsa, 43 ilə 42-ni yoxlayırıq. Yoxlayanda da görürük ki, 43 ilə 42 də alınıb. Buradan yazım onu da. 43-ün kvadratı çıxılsın 42-nin kvadratı. O da bərabər 1849 çıxılsın 1764. Və bunlar çıxanda cavab 85 edir. Keçid 9-a. Deyir, verilənlərdən istifadə edərək ədədin kvadratını tapın. 17-nin kvadratı bərabərdir 289 və 170-in kvadratı deyir onda neçə olar?
Deməli, onda 170-in də kvadratı, 17-nin kvadratını yazırıq. 289. 170 özü 17 vur 10'dur. Yəni, onu açıq şəkildə yaza bilərik ki, 170-in kvadratı bərabərdir. 17-nin kvadratı vurulsun 10'un kvadratı. 17'nin kvadratı 289'dursa, 10'un kvadratı 100'dürsə, bunlar da vuranda eləyir 28.900. Bu şəkildə yaza bilərik. İkincidə, deməli 27'nin kvadratını verib, 270'in kvadratını soruşursa, bu bərabərdir. 27'nin kvadratı vurulsun 10'un kvadratına. 27'nin kvadratı 729'dur. 10'un kvadratı 100'dür. Vururuq 72.900 eləyir. Sonra burada 320'nin kvadratını soruşursa, 32'nin kvadratından istifadə edirik. 32'nin kvadratı vurulsun 10'un kvadratına bərabərdir. 32'nin kvadratı 1024'dürsə, bunu vururuq 100'ə, 10'un kvadratına. Bu da bərabərdir. 2'dən 0 gələcək. 1024'ün yanına olacaq 102.400. Və sonuncuda 360 bərabərdir 36'ın kvadratı vurulsun 10'un kvadratına. 36'ın kvadratı 1296'dır. 10'un kvadratı 100'dür. Bu da bərabərdir 129.600'ə. Və sonuncu tapşırıq verilənlərdən istifadə edərək ədədin kubunu tapın. Deməli, bu da onun kimidir. 6'ın kubunu verib 60'ın kubunu göstərir. 60'ın soruşur. 60'ın kubu bərabərdir. 6'nın kubu vurulsun 10'un kubuna. Və 6'ın kubu 216'dırsa, vururuq 10'un kubuna 1000'ə. Bu da eləyəcək. 3'dən 0 gətiririk, eləyir 216.000. Burada da yenə 9'un kubu vurulsun 10'un kubuna. Yox, bizdə 90'ın kubunu soruşur. 99 ilə 10'un hasilidir. 90'ın kubudursa 9 kubu ilə 10'un kubunun hasilinə bərabərdir. Bu da eləyəcək 729.000. Burada 13'ün kubu vurulsun 10'un kubuna bərabər olacaq. 13'ün kubu 2197'dirsə, bunu da 1000'ə vuranda yanına 3-0 gəlir. Burada da 210'un kubu bərabərdir. 21'in kubu vurulsun 10'un kubuna. 21'in kubu 9261. 10'un kubu da 1000. Yanına da 3 dənə 0 gəlir. Cavabı tapırıq 9.261.000. Bəli, ədədin kvadratı və kubu mövzusundakı tapşırıqları həll etdik. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.